Bismillahirrahmanirrahim. Salam aleykum, əziz və dəyərli izləyicilər. İnsanı yoldan azdıran amillərin ikinci hissəsindəyik. Keçən hissədə insanın özündən qaynaqlanan təhrif amillərindən, inhiraf amillərindən fikri amili bəhs etdik. Bugün isə nəfsi amil haqqında danışacağıq. Yəni insanın özündən və nəfsani istəklərindən qaynaqlanan yolunu azması, dinindən və əqidəsindən uzaqlaşması prosesindən bəhs edəcəyik. İnsanın nəfsi azğınlığı ona günahların bir baxıma şirin gəlməsi və yalancı cazibədarlığına qapılaraq insanın günah və haram işlərin bataqlığında qərq olması ilə öz din və əqidəsindən uzaqlaşması prosesidir. Nəfsi azğınlıq. İnsanı ən böyük nəfsi azğınlığa təhrik edən amillərin biri və birincisi onda haram işlərə qarşı olan istəkdir. Haram işlərin yalancı cazibədarlığına aldanan istək. İstəklə bağlı gözəl bir rəvayət hansı ki, ustadlarımızdan nəql olunmuşdu İmam Cəfər Sadiq ilə bağlı bir rəvayətdə. Bir kişi İmam Cəfər Sadiq əleyhissalamın yanına yaxınlaşır və ona sual edir. Ağa, biz ki bilirik, siz heç zaman günah iş görməzsiniz. Bəs heç günahın fikrini də mi düşünmürsünüz? Heç ağlınıza da mı gəlmir günah etmək? Ağa da həmin kişiyə buyurur ki, necə ki sən ayaq yoluna getdiyin zaman orada o ifriyazat və nəcisləri görürsən, heç ağlıma gəlir ki, onları götürüb yeyəsən. Hədisin təqribən məzmunu belədir və həmin insan buyurur ki, əlbəttə ki, xeyr, yəni biz bunu necə çirkin və murdar bir şey olduğunu bildiyimiz halda bunu necə düşünə bilərik? İmam əleyhissalam buyurur ki, eyni cürə biz məsumlar da günahın həqiqətini bildiyimizə görə, həqiqətdən onun necə bir çirkinlik və necə bir iyrənclik olduğunu bildiyimizə görə heç zaman onları hətta düşüncəmizdə belə etməliyik. Bu hədisdən də bizə aydın olur ki, insanın nəfsi azınlıqdan uzaqlaşması üçün öz boynundakı şər'i məsuliyyətini dərk etməsi, günah işlərdən çəkinməsi və haramların aldadıcı ləzzətlə və cazibədarlığından qorunması lazımdır. Necə deyərlər, haramların sanki bir baxıma həqiqətini dərk etməlidir ki, onların çirkinliyini başa düşsün və onlardan çəkinsin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.